baxın, Əli Kərimli 60-dan yuxarı belə qabil belə qeyd etdi, yuxarı yaşı var. Yəni yaşlı bir adamdır Əli Kərimli. Ona nə məhkəmədə su verirlər, nə maşında su verirlər. Bəndən bu barədə paylaşım da eləmişdi. Əli Kərimli susuzluqdan, yayın istisində susuzluqdan bayılıbdır. Hətta Əli Kərimliyə həbsxanada belə işgəncələr verirlər. Bu sadəcə mən bunu siyasi terror adlandırıram və bu çox bir dəhşətli şeydir. Dünyanın bütün diqqəti Əli Kərimi ilə bağlı Azərbaycandadır və hətta mənimlə söhbət edən fransızlar da Əli Kərimi ilə bağlı məsələnin nə yerdə qaldığını soruşur. Mən də cavab verirəm ki, hələ ki Əli Kərimli girovluqdadır, həbsxanadadır. Onun haqqında heç bir tutarlı dəlil yoxdur. Ola da bilməz. Çünki Əli Kərimli əgər doğrudan da elə bir maliyyələşmə əldə etsəydi, maliyyələşsəydi, əmisi oğlu İnqilab Kərimin onu alıb verdi divan kresloda, evdə oturmazdı və onun hansı evdə yaşadığını biz də bilirik. Onun yaxınları da bilir, Azərbaycanda oturan insanlar da bilirlər. Əli Kərimlinin əynində mən 90'larda gördüyüm kostyumu görürəm. Yəni Əli Kərimlinin o qədər pul olsaydı da İlham Əliyev kimi gündə bir geyim geyib çıxardı, yalan da bahalı ayaqqabı geyinərdi. Ən azından mən kostyumu Əli Kərimli müsahibə alanda əynində gördüyüm kostyumu, boz bir kostyum vardı. Yəni bu kimi faktlar kifayət qədərdir. İlham Əliyevin qorxduğu yeganə qövə hal-hazırda Azərbaycanda Əli Kərimlidir. Yəni Əli Kərimin özü qeyd etdiyi kimi, əgər İlham Əliyev doğrudan da özünə inamın varsa, gətir sandığı və görək o sandıqdan kim çıxacaq da. Məzahiri qoyma seçki komissiyasının sədri. Məzahirin seçki komissiyasının sədri onu qoyma gidən. Onu oradan çıxar. Çünki Məzahir sən o seçki qutusundan özü dartıb çıxardacaq bir karikatura var. Orada İlham Əliyev deyir ki, Məzahir bu sənin fikrin idi. Məni seçki qutusundan dartıb çıxarma. Yəni İlham Əliyev sən seçilməmişsən xalq tərəfindən. Sən Özdən İraq müəllimlərin tumanlarından çıxmışsan. Yəni biletenlərdən gedir söhbət və bu təkcə jurnalistlərin kameralarına tuş gəlməyib. İlham Əliyev, bu deməli kameralar var məntəqələrdə, həmin kameralarda bu yansıyıb, o kameralardan götürülübdür. Amma sən buna qarşı bir tədbir görmədin. Əgər sən doğrudan da düzgün adam olsaydın, İlham Əliyev o kameralara yansıyan görüntüləri sən özün ortaya qoyub istifa verərdin. Mədəniyyətin olsaydı ki, belə seçki olmur. Mən belə ölkədə prezident ol, belə seçkilərdən prezident seçilə bilmərəm mən. İstifa verərdi. Sən qorxduğuna görə şəffaf sandığı stolun üzərinə gətirə bilmirsən, masanın üzərinə gətirə bilmirsən. Çünki bilirsən ki, şəffaf seçki keçirilərsə, orada sənin adın heç 0,1%-dən belə çıxmayacaqdır. Bunu sən çox gözəl bilirsən. Azərbaycandakı narazılıqlarla getdikcə artdığını görürsən. Əvvəllər boşalmış kəndlər vardı, onları çəkib göstərməzdilər. Amma indi görürsən ki, artıq insanlar onları çəkib göstərirlər. Sonra da həmin insanlara vətən xain damğası vurursan, o insan nə çəkib göstərir? Bir adam da vətən xain edəcəksən İlham Əliyev. O insan Azərbaycanda kəndlərin boşalmasından narahatlığını ifadə edir. Azərbaycanda kəndlər sürətlə boşalır. Əhali ya Bakıya axışır, ya da ki, Azərbaycandan xaricə har olur olsun. Mən şikayətlər alıram gündə, nə qədər şikayətlər alıram. Böyük bir belə deyək də auditoriyalardan şikayətlər alıram. Bütün şikayətçilər bildirirlər ki, nə olur olsun Azərbaycandan çıxmaq istəyirlər. Nə olur olsun ölkəni tərk etmək istəyirlər. Niyə? Niyə İlham Əliyev? Sənin prezident olduğun ölkədə nədən insanlar ölkəni tərk etmək istəsinlər? Azərbaycanda təhsili öldürdün, səhiyyəni öldürdün. Azərbaycanda bütün infrastrukturu iflic elədin. Biraz yağış yağan kimi bütün Azərbaycan suyun altında gedir. Bütün pulları sən mənimsəyirsən. Nefti qazı yedin, indi o neft qaz borularını sən Xəzərin altından kəsib satmaqla, yeməklə məşğulsan. Ona görə soxlarda kütləvi ixtisarlar gedir. İnsanları da nədən belə ixtisar edirsən? Burada da mühüm məqam var. Qabil bəy, nəyə ixtisar edir? Onlara pensiya verməmək üçün. İxtisar olan insanın pensiyası demək olar ki, havaya uçur. Sən ona görə, çünki müqavilə də havaya uçur. Çünki müqavilə imzalayırlar. O müqavilə yarımçıq kəsdirsə, insanların pensiya kapitalı da havaya uçur. Sən insanlara normal pensiya verməmək üçün onların kütləvi ixtisarlarına başlamısan. Bu qədər də olmaz artıq. Azərbaycan xalqı nə qədər yatacaqsan, bu qədər də olmaz artıq. Ayağa qalxıb haqqını tələb etməlisən.
İnanın ki bir kıvılcım bəsdir. İsyan başlayarsa bu isyan böyüyüb Azərbaycanın bütün bölgələrini əhatə edəcək və Azərbaycanda dəhşətli bir inqilab olacaq. İlham Əliyevi yarım saatın içərisində hakimiyyətdən devirəcəklər. Bütün xanimanını başına uçuracaqsınız. Yarım saat bəs eləyir. Sadəcə bir kıvılcım lazımdır. O kıvılcım da artıq var o kıvılcımda. Buyurun baxın, Azərbaycanın Əli Kərimli bizim öz millətimizdəndir, Azərbaycanlıdır. Əli Kərimli gözünüzün qabağında məhv edirlər. Bir insanın məhvinə bu qədər göz yummaq olmaz. Qaziləri gözünüzün qabağında məhv edirlər. Azərbaycan torpaqlarının azad edilməsi uğruna sağlamlığını itirən gəncəcik övladlarımızın məhv olunmasına göz yummaq olmaz. Nədən buna göz yumursun Azərbaycan xalqı? Nədən etirazda səslərinizi qaldırmırsınız? Azərbaycanda doğrudan da İlham Əliyevin hərbi polis rejimi hökm sürür. Azərbaycanda bayaq mən bir video paylaşmışdım. Polislər orada 10-15 adam var cəmi etiraz aksiyası. Polislər orada şakat edərək insanların üzərinə yeriyirlər. Amma nə baş verdi? İnsanlar öz sözlərini deyirlər. İnsanlar polislərə qarşı çıxırlar. Polisləri otuzdururlar yerlərində. Azərbaycan qadınları, mən sizə ünvanlayıram burada sualımı, sizə səslənirəm. Azərbaycan qadını həmişə öz sözünü deməyi bacarıbdır. Azərbaycan qadını at belində, at səyirdəndə, bəlkə heç Avropada xanımların, Avropalı xanımların çubuqları yox idi. Azərbaycan qadınları, siz öz sözünüzü deməyi bacarırsınız. Qalxın, Azərbaycan xanımları, Azərbaycan qadınları, övladlarınıza sahib çıxın, övladlarınıza sahib çıxın. Azərbaycan xalqında haqqı tapdalanmış, hüququ tapdalanmış övladlarınıza sahib çıxın, onların haqqını siz tələb eləyin. Qalxın, Azərbaycan xanımları, mən bir xanım olaraq, mən bir ana olaraq burada səslənirəm. Qalxın, Azərbaycan qadınları, biz dəlimizdən gələn dəstəyi sizə verəcəyik. İlham Əliyevin xanimanını başına uçurub. Mən bayaq videoda gördüm Azərbaycan xanımları, siz necə cəsarətlə çıxış edərdiniz, necə cəsarətlə polislərə qarşı çıxırdınız, necə cəsarətlə o polisləri yerlərində otuzdururdunuz, necə cəsarətlə o polislərin sizə qalxan əlini kənara itələməyi bacarırdınız, siz sözlərinizlə onları döyürdünüz. Qalxın ayağa, Azərbaycan qadını, qalxın ayağa İlham Əliyevin hərbi polis rejiminə, hərbi diktatorasına, İlham Əliyevin şərəfsizliyə etirazınızı edin. İlham Əliyevin xanimanını uçurun başına.